Burada hər şey dəqiqlik üzərində qurulub. Temperatur ölçülür, reaksiyalar izlənilir, hər mərhələ nəzarətdə saxlanılır. Prosesdə istifadə olunan əsas xammal isə gündəlik həyatda ən çox istifadə və israf etdiyimiz gündəlik qida məhsullarından biridir. Çörək. Əvvəlcə çörək qalıqları toplanılır, fermentasiya prosesinə hazır vəziyyətə gətirilir. Sonra fermentasiya prosesi başladılar. Fermentasiya prosesi 42 saat, 42 və 72 saat aralığında davam edir. Qıcqırmadan sonra maye şəklində alınan hissə dəfələrlə distillə edilməklə spirt əldə olunur. 1 kiloqram qurudulmuş çörəkdən təxminən 350-400 millilitr spirtin sintezinə nail olunub. Azərbaycanda biz ilk olaraq bu təşəbbüsə başlamışıq, ilk dəfədir. Dünya təcrübəsində bəlkə də var. Ola bilsin ki, var, istifadə olunur. Burada spirtlə yanaşı, deməli, bütün o proses qutardıqdan sonra yerdə qalan bərk kütlədən də gübrə kimi istifadə olunması planlaşdırılır. Artıq bu sahədə də müəyyən tədqiqatlar aparılır. Gübrə qatırılmış torpaqla, adi torpaqda əkilmiş buğda tumlarının, buğdanın böyüməsinə nəzarət olunur. Etil spirtindən yeyinti sənayesində həlledici kimi antiseptik məhsulların hazırlanmasında, eləcə də elmi tədqiqat laboratoriyalarında müxtəlif maddələrin sintezində və digər sahələrdə istifadə etmək mümkündür. Bəs tullantıdan əldə edilən son məhsulun keyfiyyəti standartlara cavab verirmi? Çörək qırıntılarının emalından təmiz etanol əldə etmişik, 96,3%. Bu da həm beynəlxalq standartlara, həm QOS standartlarına uyğunluq təşkil edir. Məhsulun təmizliyi, identifikasiyası laboratoriyamızda həm elmi tədqiqat, həm şirkətimizin özəl laboratoriyasında bütün fiziki, kimyəvi, o cümlədən xromatografiya analizləri edilmişdir və QOS 5962-2013 standartına uyğun olduğu təsdiqlənmişdir. Bakı Mühəndislik Universitetində həyata keçirilən layihənin əsas məqsədi çörək tullantılarından səmərəli istifadə olunmasıdır. Bu təşəbbüs eyni zamanda ekoloji dayanıqlılığın təmin edilməsi, iqtisadi səmərəliliyin artırılması və yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bəyim Mahir qızı, Qadir Əliyev, Elmira Seyfəddin qızı, İTV Xəbər.